Salam, bugün Angela Duckworth'un bestseller kitabı olan Əzm, Ehtiras və Səbatın gücünü təhlil edəcəyik. Məqsədimiz isə, belə deyək, çox sadədir. Əzm deyilən bu xüsusiyyətin əslində nə olduğunu anlamaq və uğur dediyimiz anlayışda görəsən istedaddan daha vacibdir ya yox? Bilirsiniz, bu mövzuya başlamaq üçün ən yaxşı yer elə Angela Duckworth'un öz hekayəsidir. Çox təsirlidir. Uşaqlıqda atası ona tez-tez deyirmiş ki, bilirsən, sən dahi deyilsən. Təsəvvür edirəm bunu bir ata öz övladına deyir, ağır sözdür. Çox ağır. Amma işin ən maraqlı tərəfi, yəni ironiyası ondadır ki, illər sonra Angela məhz istedadın deyil, ehtiras və səbatın uğurun əsl açarı olduğunu sübut etdiyi üçün MacArthur Dahilər Grantı kimi tanınan o məşhur MacArthur mükafatına layiq görünür. Bu həqiqətən də inanılmaz bir hekayədir. Sanki bütün karyerasını atasına cavab vermək üçün qurub. Kitabda atasına vermək istədiyi o xəyali cavabı da qeyd edir. Ata, uzunmüddətli perspektivdə əzm istedaddan daha vacib ola bilər. Elə bizim də bugünkü araşdırmamızın əsas sualı budur. Bu, həqiqətənmi belədir? Yoxsa bu, sadəcə özümüzə təsəlli vermək üçün uydurduğumuz bir şeydir? Gəlin bu sualın cavabını tapmaq üçün ən sərt sınaq meydançalarından birinə baş vuraq. ABŞ Hərbi Akademiyası, yəni West Point. Bəli, Angela Duckworth öz tədqiqatına məhz oradan başlayıb. Təsəvvür edin, West Point-ə qəbul olmaq Harvard və ya Yale-ə qəbul olmaq qədər çətildir. Yəni bura ölkənin ən istedadlı, ən parlaq gəncləri toplaşır. Tamamilə. Amma bir qəribəlik var idi. Qəbul olanların heç də hamısı məzun olmurdu, elə deyilmi? Düzdür. Və bu, West Point üçün, necə deyim, 10 illiklərdir davam edən bir baş ağrısıydı. Qəbul olunan hər 5 kursantdan biri məzun olmadan akademiyanı tərk edirdi. Hər 5-dən biri. Bu çox böyük rəqəmdir. Bəli. Ən heyrətləndirici məqam isə odur ki, onların əksəriyyəti ilk 7 həftə ərzində təslim olurdu. Beast Barracks, yəni vəhşi kazarma adlanan son dərəcə gərgin bir təlim zamanı. Bir dəqiqə, bu çox qəribədir. Yəni siz aylarla, bəlkə də illərlə hazırlaşıb, min bir əziyyətlə qəbul olduğunuz bir yerdən cəmi bir neçə həftə sonra çıxırsınız. Məntiqsiz səslənir. Yəqin ki, West Point rəhbərliyi kimin qalıb, kimin gedəcəyini anlamaq üçün hər şeyi yoxlayıb da? Əlbəttə. Onların ümumi namizəz balı adlanan çox hərtərəfli bir ölçmə sistemi var idi. Bu bal sizin imtahan nəticənizi, məktəb qiymətlərinizi, liderlik təcrübənizi, fiziki hazırlığınızı, yəni ağlınıza gələ biləcək hər şeyi nəzərə alırdı. Amma yəqin ki, işə yaramırdı. Heç yaramırdı. İllərdə apardıqları təhlillər göstərirdi ki, bu balın kimin təlimi yarımçıq qoyacağını təxmin etməkdə heç bir rolu yox idi. Necə yəni? Yəni, yüksək bal toplayan biri ilə aşağı bal toplayan birinin təslim olma ehtimalı tamamilə eyni idi. Deməli, onların əlindəki bütün göstəricilər, istedad, zəka, fiziki güc, heç biri işə yaramırdı. Bəs Angela Duckworth onlardan fərqli nə etdi? Bəli, o bu tapmacanı necə həll edə bildi? O, tamamilə başqa bir şeyə fokuslandı. Müxtəlif sahələrdəki ən uğurlu insanlardan müsahibələr alaraq onların ortaq cəhətini anlamağa çalışdı və nəticədə əzm şkalası adlı sadə bir sorğu hazırladı. Bu sorğu sizin nə qədər istedadlı olduğunuzu yox? Yox, iki əsas şeyi ölçürdü. Bəli, birincisi səbat. Məsələn, başladığım işi sona çatdırıram kimi ifadələrlə nə qədər razılaşırsınız. Aydındır, yəni bir işə başlayanda nə qədər sona qədər getməyə meyillisiniz. Bəs ikincisi? İkincisi isə ehtiras, yəni maraqlarınızın zamanla nə qədər sabit qalması. Məsələn, maraqlarım ildən ilə dəyişir ifadəsi sizin üçün nə dərəcədə doğrudur? Əslində, əzm dediyimiz şey bu ikisinin birləşməsidir. Uzun müddətli bir hədəfə sadiq qalmaq, yəni ehtiras və o yolda yıxılıb duraraq irəliləməyə davam etmək, yəni səbat. Tamamilə. Və bu sadə sorğunun nəticələri West Point-də necə oldu? Nəticələr, necə deyim, heyrətamiz idi. Gözlənildiyi kimi o ümumi namizəd balı heç bir şeyi təxmin edə bilmədi. Amma Angela'nın əzm şkalasında yüksək bal toplayanların vəhşi kazarmanı uğurla başa vurma ehtimalı daha yüksək idi. Qat-qat, amma qat-qat daha yüksək idi. Və ən vacib kəşf bu oldu. Bir kursantın istedadı ilə əzmi arasında heç bir əlaqə, heç bir bağlılıq yox idi. Deməli, istedadlı olmaq sənin əzmli olacağın anlamına gəlmirdi. Bəli. Deməli,
West Point kimi bir yerdə belə, uğurun açarı nə qədər güclü və ya ağıllı olduğun deyil, sadəcə təslim olmamaqdır. Bəs bu təkcə hərbçilərə xas bir durumdur, yoxsa həyatın digər sahələrində də belədir? Elədir. Bu tədqiqatdan sonra Angela eyni sorğunu müxtəlif sahələrdə tətbiq etdi və nəticələr demək olar ki, eyni oldu. Satış sahəsində ən əzimli işçilər həm daha çox satırdılar, həm də işdə daha uzun müddət qalırdılar. Bəs məktəblərdə? Chicago'nun ən çətin məktəblərində hansı şagirdlərin məzun olacağını təxmin edən ən güclü göstərici onların əzimi idi. Test nəticələrindən, ailə gəlirindən, hətta məktəbdə özlərinin nə qədər təhlükəsiz hiss etmələrindən belə daha güclü bir göstərici. Ən maraqlı nümunələrdən biri, deyəsən, o məşhur Spelling Bee yarışması ilə bağlıdır. Bəli, çünki orada istedadı, yəni dil qabiliyyətini ölçmək daha asandı və nəticə yenə eyni idi. Daha əzimli uşaqlar daha çox məşq edirdilər və yarışda daha irəli gedirdilər. Amma yəqin dil zəkası da rol oynayırdı. Bəli, oynayırdı, amma zəka ilə əzm arasında yenə də heç bir əlaqə yox idi. Hətta bəzən istedadlı uşaqlar daha az çalışırdılar, çünki hər şey onlara asan gəlirdi. Bütün bu dəlillər bir yerə yığılanda ortaya çox aydın bir mənzərə çıxır. Amma bu məndə bir sual yaradır. Əgər əzm bu qədər vacibdirsə, biz niyə istedada bu qədər, necə deyim, aluyda olmuşuq? Hamı təbii istedad axtarışındadır. Niyə? Bu çox dərin bir psixoloji məsələdir və mənbələrdə bu təbii istedad yanılması adlanır. Psixoloq Chia Jung-Chein apardığı bir təcrübə bunu çox gözəl izah edir. O, peşəkar musiqiçilərə iki fərqli pianoçunun bioqrafiyasını verir. Birində yazılır ki, bu ifaçı uşaqlıqdan bir vunderkind olub, yəni anadan gəlmə istedaddır. Digərində isə yazılır ki, bu ifaçı çox çalışaraq bu səviyyəyə çatıb. Yəni biri təbii istedad, digəri isə çalışqan. Tamamilə. Sonra onlara eyni piano ifasını dinlədirlər və deyirlər ki, bu ifa həmin pianoçulardan birinə aiddir. İfa eyni olmasına baxmayaraq? Bəli, ifa eyni olsa da, musiqiçilərin böyük əksəriyyəti təbii istedad hesab etdikləri ifaçını daha uğurlu, daha perspektivli və işə götürməyə daha layiq hesab edirlər. Deməli, biz şuurlu şəkildə səyin vacib olduğunu desək də, şuuraltımızda o sehirli bir şəkildə ortaya çıxan istedada pərəstiş edirik. Bu əslində çox məntiqlidir. Başqasının uğurunu onun anadan gəlmə istedadına bağlamaq bizi özümüzlə bağlı məsuliyyətdən azad edir də. Bəli. Demək daha asandır ki, əlbəttə o bacarır, çünki o dahidir. Mən isə deyiləm. Bu, səy göstərməmək üçün mükəmməl bir bahanədir. Dəqiq. Nietzsche'nin də bir sözü var axı. Bəli, biz dahiliyi sehirli bir şey kimi düşünsək, özümüzü onlarla müqayisə edib əski hiss etmək məcburiyyətində qalmırıq. Dəqiq. Amma Angela Duckworth'ın ən fundamental fikri məhz bu rahatlığı pozur. O deyir ki, istedad vacibdir, amma səy uğur tənliyində 2 dəfə hesablanır. 2 dəfə. Bu necə olur? Bunu 2 çox sadə düsturla izah edir. Birincisi, istedad vurulsun səy bərabərdir bacarıq. Yəni, mənim musiqiyə təbii istedadım ola bilər. Amma pianoda saatlarla məşq etməsəm, yəni səy göstərməsəm, bu istedad heç vaxt bacarığa çevrilməyəcək. Tamamilə doğrudur. İndi isə ikinci düstur. Bacarıq vurulsun səy bərabərdir nailiyyət. Aydındır. Yəni, sizin artıq pianoda ifa etmək bacarığınız var. Amma konsert salonunda səhnəyə çıxıb möhtəşəm bir performans sərgiləmək üçün, yəni nailiyyət əldə etmək üçün, yenə də səy göstərməlisiniz, məşq etməli, hazırlaşmalısınız. Bəli, gördüyünüz kimi, istedad yalnız başlanğıc nöqtəsidir. Amma səy həm bacarığı formalaşdırır, həm də o bacarığı nailiyyətə çevirir. Yəni, səy 2 dəfə rol oynayır. Hətta təkamül nəzəriyyəsinin banisi Darwin belə özü haqqında bunu deyirdi. O, özünü iti qavrayışlı dahi hesab etmirdi. Düzdür, deyirdi ki, mənim əsas üstünlüyüm diqqətdən qaçan şeyləri görmək və onları səylə, inadla müşahidə etməkdir. Yəni o, belə özünü istedadlı yox, əzimli hesab edirdi. Ancaq burada çox vacib bir məqam var. Siz də yəqin ki, razılaşarsınız. Hər səy eyni deyil axı. Əlbəttə, saatlarla eyni şeyi mənasız yerə təkrarlamaq bizi irəli aparmır. Məsələn, mən hər gün 1 saat qaçıramsa, bu məni marafonçu etməyəcək. Sadəcə eyni səviyyədə qalacaqsınız. Deməli, səyin də bir metodologiyası olmalıdır. Bəli,
və mənbələrdə bu psixoloq Andres Eriksonun məqsədyönlü məşq konsepsiyası adlanır. Bəli, deliberate practice. Bu, sadəcə çox məşğul olmaq deyil. Bu, ekspertləri həvəskarlardan fərqləndirən xüsusi bir məşq üsuludur və 4 əsas komponentdən ibarətdir. Gəlin bunları açaq. Birincisi nədir? Birincisi, mövcud bacarıq səviyyənizdən biraz yuxarıda olan, çox konkret və çətin bir hədəf seçmək. Ümumi şəkildə daha yaxşı olmaq yox. Məsələn, bugün bu musiqi parçasının ilk 8 ölçüsünü səhvsiz ifa etmək kimi. Dəqiq. Komfort zonasından bir addım kənara çıxmaq. İkincisi, yəqin ki, diqqətdir. Bəli, tam diqqət və konsentrasiya. Telefonu kənara qoymaq, bütün fikri yalnız o anki məşqə cəmləmək. Bəs üçüncüsü? Üçüncüsü isə dərhal və məlumatlandırıcı rəy almaq. Yəni, nəyin səhv, nəyin düz olduğunu dərhal bilməlisiniz. Bu rəyi sizə bir məşqçi verə bilər, ya da ifanızı yazıb dilləyərək özünüzə rəy verə bilərsiniz. Və sonuncusu, dördüncü komponent yəqin ki, təkrardır. O rəy əsasında səhvləri düzəldib prosesi təkrar icra etmək. Amma etiraf edim ki, bu çox yorucu, hətta biraz cansıxıcı səslənir. Həmişə deyirlər axı, prosesdən zövq al, axına düş. Bu çox vacib bir ziddiyyətdir və siz haqlısınız. Məqsədyönlü məşq əksər hallarda zövqlü deyil. O şuurlu səy və narahatlıq tələb edir. Həmin o milli hərf müsabiqəsindəki uşaqlar kimi. Bəli. Onlar üçün ən faydalı məşq növü lüğətdən sözləri tək-tək əzbərləmək idi. Onlar bu məşqi həm də ən az zövq verən fəaliyyət kimi qiymətləndirmişdilər. Əsl irəliləyiş məhz bu narahatlıq anlarında baş verir deməli. Tam olaraq. Bəs axın vəziyyəti necə olur? Yəni, bir işlə məşğul olarkən zamanı, məkanı unutduğun, prosesin səysiz və çox zövqlü hiss olunduğu o anlar. Bu iki ziddiyyətli şey bir insanda necə birləşə bilər? Angela Duckworth'un gəldiyi nəticə budur. Bu ikisi eyni anda baş vermir. Məqsədyönlü məşq bacarığı formalaşdırır, axın isə o bacarığı sərgiləyərkən yaranır. Aydındır, məşq və performans fərqi kimi. Bəli, başqa sözlə, pianocu saatlarla narahatlıq içində məqsədyönlü şəkildə məşq edir. Bu, hazırlıq prosesidir. Amma konsert zamanı səhnəyə çıxanda o artıq şuurlu düşünmür. Barmaqları öz-özünə hərəkət edir və o axına düşür. Biri bacarığı yaradır, digəri isə o bacarığın nəticəsidir. Çox aydın oldu. İndi isə yəqin ki, ən vacib suala gəldik. Bəs əgər bir insan özündə əzmin az olduğunu düşünürsə, bu bir ömürlük hökmdür? Yoxsa əzmi də inkişaf etdirmək mümkündür? Mənbələrə görə cavab bir mənalı olaraq bəlidir. Ən ümidverici xəbər budur ki, əzm anadan gəlmə və dəyişməz bir xüsusiyyət deyil. Bu, öyrənilən bir şeydir. Bəli, öyrənilə və inkişaf etdirilə bilən bir keyfiyyətdir. Və bu inkişafın iki əsas təməli var. Birincisi, ehtiras tapmaq, ehtiras isə iki şeydən yaranır. Maraq və məqsəd. Maraq aydındır. Sevdiyin bir şeyi tapmaq. Bəs məqsəd nədir? Məqsəd, gördüyünüz işin sadəcə sizin üçün deyil, başqalarının rifahına da töhfə verməsi hissidir. Bu, işinizə daha dərin bir məna qatır. Məşhur 3 bənna hekayəsi var. Birindən soruşulur ki, nə edirsən? Deyir, daş örürəm. İkincisindən soruşulur, o deyir, divar tikirəm. Üçüncüsü isə deyir ki, İnsanların ibadət edəcəyi möhtəşəm bir kilsə inşa edirəm. Üçü də eyni işi görür. Amma üçüncünün məqsədi var. Çətin anlarda təslim olmamaq üçün yanacaq məhz bu məqsəd hissindən gəlir. bəs əzmi inkişaf etdirməyin ikinci təməli? İkinci təməl bizim düşüncə tərzimizdir. Burada psixoloq Carol Dweck'in o məşhur inkişaf düşüncə tərzi və sabit düşüncə tərzi nəzəriyyəsi ortaya çıxır. Sabit düşüncə tərzinə sahib insanlar inanırlar ki, istedad və zəka anadan gəlmədi və dəyişməzdi. Ona görə də çətinliklə üzləşəndə tez ruhdan düşürlər. Düşünürlər ki, deməli mənim limitim budur. İnkişaf düşüncə tərzinə sahib olanlar isə tam tərsinə düşünürlər. Onlar inanırlar ki, beyin də bir əzələ kimidir. Çalışdıqca inkişaf edir. Bacarıqlar səy və təcrübə ilə artırıla bilər. Məhz buna görə də onlar çətinlikləri bir uğursuzluq siqnalı kimi yox, öyrənmək üçün bir fürsət kimi görürlər. Və bu, birbaşa ümid hissi ilə bağlıdır. Əgər bacarıqlarının inkişaf edə biləcəyinə inanırsansa, deməli gələcəyinin bugünkündən daha yaxşı ola biləcəyinə də inanırsan. Bu, əslində optimistliyin təməlidir. Bəli, Henry Fordun məşhur bir sözü var.
Bacardığınızı və ya bacarmadığınızı düşünməyinizdən asılı olmayaraq, hər iki halda da haqlısınız. Düşüncə tərzimiz reallığımızı formalaşdırır. Beləliklə, gəlin bugünkü müzakirəmizi ümumiləşdirək. Öyrəndik ki, əzm, yəni ehtiras və səbat bir çox sahədə istedaddan daha güclü bir uğur göstəricisidir. Düzdür. Anladıq ki, şuuraltı olaraq təbii istidada pərəstiş etsək də, əslində səy uğur tənliyində 2 qat rol oynayır. Bəli, 2 dəfə hesablanır. Və gördük ki, ən təsirli səy növü komfort zonamızdan kənarda baş verən o məqsəd yönlü məşqdir. Ən əsası da öyrəndik ki, əzmi hər birimiz inkişaf etdirə bilərik. Bütün bu təhlildən sonra sizi düşünməyə vadar edəcək son bir praktiki fikir təqdim etmək istərdim. Angela Duckworth'un öz ailəsində tətbiq etdiyi çətin məşğuliyyət qaydası var. Maraqlıdır, nədir o qaydalar? Çox sadədir. 1. Ailədə hər kəs, valideynlər də daxil olmaqla, çətin bir məşğuliyyətlə məşğul olmalıdır. Bu gündəlik məqsədyönlü məşq tələb edən bir şey olmalıdır. İdman, musiqi aləti, yeni bir dil. Yəni hər hansı bir bacarıq. Bəli. 2. Mövsüm və ya semestr bitməmiş o məşğuliyyəti tərk etmək olmaz. Pis bir gündə və ya müəllimin səni danladığı üçün təslim olmaq qadağandır. Öhdəliyi sona çatdırmalısan. Bu çox vacibdir. Və 3. Hər kəs öz çətin məşğuliyyətini özü seçir. Çünki maraq olmadan ehtiras, ehtiras olmadan isə uzun müddətli səbat olmaz. Bu, əzmi gündəlik həyatda məşq etmək üçün bir növ, belə deyək, idman zalı kimidir. Tam olaraq. Onda dinləyicimiz üçün də son sualımız bu olsun. Bugün sizə təqdim etdiyimiz bu təhlili nəzərə alaraq, öz həyatınızda və ya ailənizdə bir çətin məşğuliyyət qaydası tətbiq etsəydiniz, bu nəyi dəyişərdi? Seçəcəyiniz ilk çətin məşğuliyyət nə olardı